ən böyük arzum odur ki, bax, ətrafımda olan əzizlərim, dostlarım, tanışlarım xəstələnməsin, hamı normal yaşasın, ruhsuz olsun, heç kimin çətinliyi olmasın, bir-birini görəndə pozitiv olsunlar, ürəkləri açılsın, insanlar bir-birinin paxıllığını çəkməsin. Ancaq bizim bundan sonra qarğı deyilik ki, 300 il yaşayaq. Bundan sonra 10-15 il ömrümüz qaldı. İstəyirik ki, ətrafımızda olanların da problemi olmasın ki, adam birini eləyir, ikincisini eləyə bilməyəndə, vallahi mən gecə yata bilmirəm. Bir nəfər zəng eləyir yaxınımdan, eləyə bilməyəndə, axşam bilmirəm ki, yorğanı üstümə necə çəkim ki, elə bilirəm utanıram da, elə bilirəm ki, o adam baxır mənə kənardan. Çünki insanlar bir-birindən xəbərsizdir. Məsələn, bilmir ki, Eyşən də mənə bugün zəng eləyib. Məsələn, Sevdə xanım da bugün zəng eləyib mənə. Axşam Vüqar da zəng eləyir mənə. Bilmir, insan xəbərsizdir, bir-birimizdən xəbərsizdir. Adam da telefonda, WhatsApp-a yazanmır ki, bu günlər 3 nəfərə borc vermişəm, xahiş edirəm 4-cü ağız açmasınlar.